Salam, hər vaxtınız xeyir olsun. Bugün YouTube kanalımın ilk uzun videosunu çəkirəm. İnşallah ki, çəkə bilərəm. Və mövzu olaraq da ilk olaraq söz yaradıcılığı mövzusunu seçdim. Söz yaradıcılığı həm şəkilçilər vasitəsilə, həm də sözlərin birləşməsi ilə, iki və ya daha artıq sözün birləşməsi ilə yeni bir sözü yaratmaq deməkdir. Yaxud da iki sözü birləşdi, onun üzərinə bir dənə leksik şəkilçi əlavə edə bilərik və yaxud mürəkkəb sözlər yaradırıq, düzdür? Həmin o mürəkkəb sözlərin tərkib hissəsi axı başqa sözlərin köklərindən ibarətdir. Onlarda belə şəkilçilər ola bilər və hər biri birləşib yeni bir söz yarada bilər. İki hissəyə bölünür söz yaradıcılığı. Morfoloji yolla yaranır. Bir də sintaktik yolla yaranır. Morfoloji yolla yaranma, şəkilçi ilə yaranma deməkdir. Sintaktik yolla yaranma isə iki və ya daha artıq kökün birləşməsi deməkdir. Sözün birləşməsi deməkdir. İndi burada belə bir şey var ki, şəkilçi dedikdə də biz istədiyimiz şəkilçi ilə yeni bir söz yaratmaqdan danışmırıq. Şəkilçilərin özü də iki yerə bölünür. Leksik şəkilçilər, bir də qrammatik şəkilçilər. Leksik şəkilçilər söz düzəldicidir. Qısa yazıram. Qrammatik şəkilçi isə söz dəyişdirəndir. Deməli, söz düzəltmək və söz dəyişdirmək sözlərinin biraz daha da belə dərininə gedək. Nə deməkdir bu? Söz düzəltmək yeni bir şey yaratmaqdır. Söz dəyişdirmək isə onun formasını dəyişməkdir. Yəni ki, mən deyirəm, məsələn, nə deyim? Nüsrət deyim, düzdür. Bu insan adıdır da, doğrudurmu? Amma mən buna bir dənə li şəkilçisi əlavə etdikdə, mən soyadı yaratmış oldum. Bu insan adı deyil, axı insan olan bir Nüsrətli tanımırıq. O onun soyadıdır. Baxın, burada mən söz düzəltdim. Leksik şəkilçidir. Qrammatik şəkilçi söz dəyişdirmək dedikdə, məsələn, sadə götürək almanı. Alma sözünü götürdük. Alma sözünə mən lar şəkilçisi əlavə etsəm, bir dənə almanı elə bil 2, 3, 4, 5 dənə eləmiş oldum. Düzdür? Və bu almalar da artdı. Amma mən yeni bir söz yaratmadım ki burada. Deməli, bu bizdə sözü dəyişdirdi. Yeni bir söz düzəltmədi. Gəlin leksik şəkilçilərdən danışaq. Leksik şəkilçilər ümumiyyətlə şəkilçilərin variantları olur. Bir variantlı olurlar, iki variantlı olurlar, bir də 4 variantlı olurlar. Leksik şəkilçilər bunların hər birinə uyğun şəkilçi var leksik olaraq. Hər birinə uyğun. Amma qrammatik şəkilçilər isə yalnız 2 və 4 variantlı olurlar. Bir variantlı qrammatik şəkilçi yoxdur. Və 2 və 4 variantlı şəkilçilər demək olar ki, Azərbaycanın milli şəkilçiləridir, amma bir variantlı şəkilçilər isə əksəriyyəti alınmadı. Milli olan bir variantlı şəkilçilərimizdə, baxın, buraya yazmışam. Daş, gil, sovşın, lak. Bunlar bizim milli bir variantlı şəkilçilərimizdir. Yerdə qalanlar pərəsdi, kardı, keşdi və bu kimi bir çoxu alınmadı. Dilimizin belə bir qaydası var ki, sözə. Şəkilçi artırdıqda kökə birinci sözdür, məsələn, bu düzdür. Söz kökünə birinci leksik şəkilçi, sonra qrammatik şəkilçi əlavə etmək olar. Amma ki, bunun da sayı kimi bir, hər hansısa bir məhdudiyyəti yoxdur. Məsələn, 2 dənə, 3 dənə leksik şəkilçi əlavə edə bilərsən. 2, 3, neçə dənə istəsən uzada bildiyin qədər qrammatik şəkilçi də əlavə edə bilərsən.
Amma bizim bəzi şəkilçilərimiz var, leksik şəkilçilərimiz var ki, onlar söz kökünə bəzən qrammatik şəkilçidən sonra əlavə oluna bilirlər. Məsələn, deyirəm, evimizdəki. Mən birinci buradakı evimiz sözünə baxım. Ev sözün kökü, evimiz bizim evimizdir. Heç bir şey, yeni bir şey yaratmadım ki mən. Bu ımız şəkilçisi nədir? Mənsubiyə şəkilçisidir, doğrudur. Dəki leksik şəkilçidir. Hardan bildim leksik şəkilçi olduğunu? Evimiz nə sualına cavab verir? Evimizdəki hansı sualına cavab verir? Sualı dəyişdisə, deməli yeni bir söz yaratmış oldu. Bəzən olur ki, sual dəyişmir, amma onda da yeni bir söz yaratmış olur. Məsələn, belə götürək. Kitab sözünü götürürəm, düzdür. Sadədir, nə sualına cavab verən sözdür. Mən buna bir dənə ça şəkilçisi əlavə elədim. Kitabça sözü də nə sualına cavab verdi? İndi deyəcəksiniz ki, bəs nə oldu? Sualı dəyişəni yeni söz yaranırdı. Xeyr. Əgər gördünüzsə ki, sualı dəyişsə də yenə eyni qaldı, sözün mənasına baxırsınız. Kitab bizim boy olaraq belə gördüyümüz normal boyutda bir kitabdır, düzdür. Amma bunun məsələn bir balaca versiyası olur kitabça və yaxud dəftərçə də onun kimidir. Düzdür? Mənası da dəyişir. Yəni leksik şəkilçi yalnız nitq hissəsinə nitq hissəsi yaratmaq deyil, həm də məna da dəyişə bilir. Bu belə. İndi sız, gil, k şəkilçiləri də eyni bunun kimidir. İlk olaraq qrammatik şəkilçi, sonra leksik şəkilçinin artırıldığını görə bilərik. Amma dediyim kimi bu istisnadır. Normalda söz kökünə birinci leksik, sonra qrammatik gəlir. Sırf bu 4 dənə şəkilçisi istisnadır. Sözün kökünü göstərmək üçün bu işarədən istifadə edirik. Bu kökü göstərir. Leksik şəkilçi üçün üçbucaq formasında bir işarədən istifadə edirik. Qrammatik şəkilçi üçün isə yarım dairə kimi bir işarədən istifadə edirik. Bunların içərisində bir dənəsi də var. Sözün başlanğıc formasını göstərmək. Bu da onun olduğu sözün başlanğıc forması. Nədir bu başlanğıc forma? Ona baxaq indi. Başlanğıc forma sözün hansı nitq hissəsi olduğunu göstərən bir işarədir. İndi düşünə bilərik ki, sözün hansı nitq hissəsi olduğunu göstərmək deyəndə ağlımıza dəqiq kök gəlir, sözün kökünə baxmaq, amma sözün kökü ilə başlanğıc forması ayrı-ayrı terminlərdir. Nəyə görə? Çünki biz axı dedik, leksik şəkilçilər var. Leksik şəkilçi də yeni bir söz yaradır. Yeni bir söz yaradırsa, biz sözün başlanğıc formasına görə o sözün hansı leksik mənanı verdiyini bilə bilərik də. Kökünə baxa bilməyəcək ki, axı biz yeni söz yaratmışıq. Məsələn, deyirik gözəl, düzdür. Gözəl sözünün başlanğıc forması elə gözəldir. Heç bir şəkilçisi yoxdur. Mən buna artırıram gözəllik, lik şəkilçisini. Bunun başlanğıc forması indi leksik olduğuna görə leksik şəkilçi əlavə eləmişəm deyə başlanğıc forma ilə gözəllik olacaq. Amma indi mən buna gözəllikdən şəkilçisini əlavə etsəm, sonda qrammatik şəkilçi gəldi. Yeni söz yaratmadı ki, yox. Sadəcə gözəllik sözünün formasını dəyişdi. Başlanğıc forma yenə eyni qalacaq. Yəni buradan belə bir qayda ortaya çıxır ki, başlanğıc forma qrammatik şəkilçiyə qədər olan hissədir. Qrammatik şəkilçi daxil deyil. İndi bayaqları bir qayda keçdik. Dedik ki, bəs bunlar axı qrammatik şəkilçidən sonra işlənə bilirlər. Eyni, yenə də eyni olacaq. Məsələn, bu dəfə əmimgil sözünü götürüm. Əmimgil sözündə əmi sözün kökü, əmim, mənim əmim, bu da bir dənə qrammatik şəkilçi mənsubiyyət, gildəki leksik, düzdür. İndi mən bunun başlanğıc formasını göstərməliyim. Yenə də deyə bilərsiniz ki, qrammatik şəkilçiyə qədər olan isə, axı burada gil var, yeni bir söz yaratmışam. Ona görə hamısını bir yerdə götürəcəm. Yəni ki, bundan sonra, gildən sonra əmimgildəni əlavə etsəm, siz son qrammatik şəkilçiyə baxacaqsınız və ora qədər olanı götürəcəksiniz. Yəni leksik şəkilçi daxil təbii ki götürəcəksiniz.
Bu da olacaq onun başlanğıc forması. Çünki dediyim kimi biz yeni bir söz yaratmışıq burada. Bəzən olur ki, sözün sonu da saitlə bitir. Və şəkilçi də saitlə başlayır. Düzdür? Biz bu formada bir şey görürüksə, ortaya bir dənə samit əlavə etməliyik. Bu samitlərdəki y, n və s samitlərdir. Məsələn, deyirəm ki, ana, düzdür? Və sonu a ilə bitdi. Mən buna yönlü yan şəkilçisi əlavə etmək istəyirəm. Yönlü yan şəkilçisi də a-ədir. Mən ana deyə bilmərəm. Ona görə də bunların ortasına bir dənə y əlavə edirəm. Uyğun gələn hansıdır? Anana da deyə bilərəm. Sənin anan mənasında olur o. Onda mənsubiyyətə çevrilir. Buradakı o bitişdirici samit deyil. Məsələn, çaşdıra bilər. Bu mənsubiyyətdir. Sadəcə öz saitini itirib. İki sait yan yana gəlinib, birini itirir, özü qalır da. Amma burada bu yönlü yan şəkilçisi qəbul etmək istəyirsə, ortaya mən bir dənə bitişdirici əlavə etməliyim. Dayı sözünü götürək. I ilə bitib, bir dənə də I əlavə eləmək istəyirəm. Mənsubiyyət şəkilçisi var, üçüncü şəxsin təkini. Əlavə etmək istəyirəm, amma dayı deyə bilmərəm deyə bura bir dənə s əlavə edirəm. Bu bitişdiricidən istifadə etmiş oluram. Testlərin üstündə də işləyək. Çünki bəzi qaydalar ola bilər ki, tam şəkildə deməmiş olum. Testlərin üzərində onlara baxmaq daha rahat olur, daha gözəl insan dərk eləyir. Ona görə də testlərin üstündə də biraz göstərim. Qələmimizin rəngini dəyişək bəlkə. Fərqlilik olsun. İndi birinci sualda deyir ki, qrammatik şəkilçilərlə bağlı fikirlərdən biri səhvdir. Söz birləşmələri və cümlələrdə sözləri bir-birinə bağlayır. İsmin hal, mənsubiyyət, cəm şəkilçiləri qrammatik şəkilçilərdir. Qrammatik şəkilçilər sözün formasını dəyişir, şəkilçilər sözün leksik mənasını dəyişir. Bəzən qrammatik şəkilçilər leksik şəkilçilərdən əvvəl işlənə bilər. İndi qrammatik şəkilçi leksik şəkilçidən əvvəl işlənə bilər dedik. Bayaq ki, k, dakı, sız. Bunlardan bildik. Gil. Bu doğrudur. Çünki bayaq elə qaydada biz bunu keçdik. Doğrudur. Bu getdi. Qrammatik şəkilçilər sözün leksik mənasını dəyişir deyir. Qrammatik şəkilçilər sözün formasını dəyişir. Bu da doğrudur. Çünki yeni bir şey yaratmır. İsmin hal, mənsubiyyət, cəm şəkilçilər qrammatik şəkilçilərdir. Bəli, yeni bir söz yaratmır. Söz birləşmələri və cümlələrdə sözləri bir-birinə bağlayır. Bəli. Mən məktəb getmək, mən məktəb get desəm və yaxud biz bağ oyna desək, heç bir şey anlaşılmır. Biz bağda oynadıq formasında. Şəkilçilər həqiqətən cümlələri bir-birinə bağlayır. Əgər şəkilçilərsiz, qrammatik şəkilçilərsiz danışsaq, sanki hansısa xarici ölkədən gəlmişik və bu dildə yaxşı bilmirik kimi görünərik. Bu da getdi. Qrammatik şəkilçilər sözün leksik mənasını dəyişir. Təbii ki, dəyişmir. Leksik şəkilçi leksik məna dəyişir. Cavabımız oldu D. Leksik şəkilçilərlə bağlı fikirlərdən biri səhvdir. Ön şəkilçilər də leksik şəkilçilərdir. Bəli, ön şəkilçilər leksik şəkilçilərdir. Leksik şəkilçilər yeni mənalı söz yaradır. Doğrudur, yeni mənalı söz yaradır. Cümlədə sözləri bir-birinə bağlamağa xidmət edir. Xeyir, yeni söz yaradır onlar. Leksik şəkilçilər söz yaradıcılığına iştirak edir. Doğrudur, elə həqiqətən söz yaradan leksik şəkilçilərdir. 1, 2 və 4 cür yazılır. Bu da doğrudur. Amma sözləri bir-birinə bağlamaq xidmət etməsi doğru deyil. Gəldik sonra bura. Bunlardan biri yalnız qrammatik şəkilçi kimi işlənir. Aha, gəldik. I 4 variantlıdır, ma 2 variantlıdır, d 4 variantlıdır, sız da 4 variantlıdır, dır da 4 variantlıdır. İndi gəldik. Baxaq görək hansı yalnız qrammatik şəkilçi kimi işlənir. I şəkilçisinə baxıram. Deyirəm ki, əkin başladı. Əkmək, əkin. Nə başladı? Əkin. Kökü əkdi. Feildir. Və mən deyirəm ki, nə başladı? Feildən isim düzəltmişəm. Deməli, bu leksik ola bilirmiş. Qrammatik kimi də bilirik ki, yiyəli yalı ola bilir. Birdən mənsubiyyət ola bilir. Ona görə bu getdi. Gəldik sonra maya. Məsələn, deyirəm ki, gəlmə. Bura gəlmə. İnkar edirəm. İnkar şəkilçisi də feili inkar edir. Yəni qrammatikdir. Yeni bir söz yaratmır. Sadəcə inkar forma yaradır.
Amma bir də var deyirəm ki, bağlama. Bağlamada nəyinsə bağı, nə et bağla, bağlama. Baxın vurğusu da bağlama. Nə et bağla. Sonra ma gəldi, nə sualına çevrildi. Deməli, bu da yeni bir söz yarada bilirmiş. Qrammatik də olur, leksik də olur. Bu da getdi. Sonra gəldik D şəkilçisinə. D şəkilçisi oxudu, yazdı, gördü, gəldi, getdi. Yəni, yeni bir söz yaratdığını xatırlamıram. Yəni, olmur. Sız yalnız leksik şəkilçi olur. Heç bunu qrammatik kimi götürməyə ehtiyac yoxdur. Evsiz, müəllimsiz, dərssiz, ağılsız və s. Dır da həmçinin. Məsələn, deyirəm ki, evdədir. Bu şəxs şəkilçisidir. Düzdür? Bir də var deyirəm ki, yazdır. Dərsi ona yazdır. Yazmaq, yazdırmaq. Maq əlavə edə bilirəmsə, deməli bu leksikdir. D şəkilçisi leksikdir. Ona görə yeni də atdıq. Cavabımız oldu C. Gəldik 4-ə. Tərkibində 2 leksik, 1 qrammatik şəkilçi olan sözü müəyyən edin. Demək sözün kökü. Deyilmək, deyilmişdir. Fikir sözün kökü. Fikirli, fikirlidir. Meşə sözün kökü. Meşədə, meşədəyik. İşıq sözün kökü. İşıqlamaq deyə sözümüz yoxdur deyə lanı bir yerdə götürürük. Bizim lan bir də la şəkilçilərimiz var. Bunlar bəzən parçalanırlar. Amma ayrı bir mövzudur, ora girmirəm. İşıqlandır, ır. İndi mən burada dırı nəyə görə leksik götürdüm? Çünki dırdan sonra başqa bir şəkilçi əlavə edə bildik. Əlavə edə biliriksə, deməli dır ortada gəlirsə və ondan sonra bir dənə şəkilçi əlavə edə biliriksə, o zaman o leksikdir. Zəngin, zənginləşdi. Zənginləmək sözümüz yoxdur deyə zənginləşi bir yerdə götürürük. Bu da bizim 2 leksik, 1 qrammatik istənmişdi. Cavabımız olur D. Sınıqçılarımız sözün təhlilinə uyğun gələn sözü müəyyən edin. Birinci sınmaq sözün kökü, sonra sınıq, sonra sınıqçılar, ımız. Sözü təhlil etdik. 2 leksik, 2 qrammatik şəkilçisi olan söz lazımdır bizə. Qoruyuruq, olur qoruq. Sonra qoruqçulardan. Elə cavabımız çıxdı. Amma yenə bunlara da baxaq. Göz, gözləmək, gözlənmək kimsə tərəfindən gözlənmək olur. Gözləntimiz. Boya, boyaq, boyaqçılar. Qır, qırıntılardır. Sür, sürücülərdən. İndi burada qırıntı sözü var. Qırıntı sözünün üzərinə biraz dayanmaq istəyirəm. Qırmaqdan qırın sözünü nəyə götürmədim və ıntını nəyə görə bitişik götürdüm? Qırın deyə bir leksik sözümüz, leksik şəkilçimiz yoxdur ki, qırın, nə edin, qırın. Heç bir yeni bir şey yaratmır deyə biz burada ıntını bir yerdə götürürük. Cavabımız da oldu A. Gəldik 6-ya. Başlanğıc formada olmayan sözü göstərin. Aha, bayaqları dediyimiz qayda. Qrammatik şəkilçidən sonra leksik şəkilçi gəlir. Baxın, elə o mövzu ilə bağlıdır. Əmimgil, evimizdəki, nənəmsiz, özümüzünkü, baxın, öz, özüm, özümüz, özümüz daha doğrusu, ünkü. 2 dənə qrammatik şəkilçi gəlib özdə, təsəvvür edin. Qanad, qanadılan, an. Başlanğıc formada deyil. Çünki qrammatik şəkilçi var. Başlanğıc formasını biz özümüz götürürük. Başlanğıc formada olmayan söz deyəndə, yəni ki, bu xətt başlayır, sözün hamısını götürür. Yəni kənarda bir dənə qrammatik şəkilçi qalmamalıdır deməkdir bu. Əgər burada kənarda bir dənə qrammatik şəkilçi varsa, deməli bu sözün forması dəyişib və başlanğıc formada deyil. Bunu demək istəyir. Sonra keçək. Son 2 testimiz qaldı. Onu da izah edim. Sözlərdən biri morfoloji yolla yaranmışdır. Morfoloji yolla nə deməkdir? Yəni ki, şəkilçi ilə yaranmışdır. Leksik şəkilçi ilə yaranma deməkdir, düzdür? İndi baxırıq. Vətən, pərvər. Pərvər deyə sözümüz yoxdur. Şəkilçidir. Elə cavabımız oldu A. Bayram qabağı.
Bayram bir dənə kökdür. Qabaq bir dənə kökdür. Burada ı şəkilçisinin olması sizi çaşdırmasın. Onsuz da qrammatikdə, amma leksik versiyalarda çıxa bilər. Amma yenə də iki kök varsa morfoloji deyil. Bu sintaktikdir. Və bunların hamısı sintaktikdir. Əl, üstü. Özünə məxsus. Söz, arası. Görürsünüz, 2 dənə sözdür. Deməli, bunlar da oldu sintaktik. Eyni köklü sözlər olan bəndi seçin. Aha, eyni köklü sözlərə də toxunmaq istədim. Düzdür, o da ayrı bir mövzudur. 3 qaydaya əməl etdikdə tapmaq çox asandır. Məna eyni olmalıdır. Ancaq düzəltmə olmalıdır. Bunu dedik. Bu birinci, bu ikinci, üçüncüdə ki, qrammatik şəkilçi olmamalıdır. O da nə deməkdir? Yəni ki, sözün kökündə qrammatik olmamalıdır. Mütləq leksik şəkilçisi olmalıdır bunun. Yəni şəkilçisi sadə söz də qoya bilməzsən ora. Söz kökündən sonra qrammatik şəkilçili söz da qoya bilməzsən ora. Yəni orada mütləq leksik şəkilçi olmalıdır. İndi gəldik. Sevdir, sevimli sevgi. Və cavab budur. Gəlin aşağıdan başlayaq. Bağ sözün kökü bağban. Bağ, bağla, bağ, bağça. Baxırıq ki, üçündə də leksik şəkilçi var. Əla. Götürə bilərik deyə düşünürük, amma baxırıq indi. Bağban sözünün kökü nədir? Biz dedik axı, məna eyni olmalıdır. Bağban sözünün kökü bağdır, yəni ki, otu, ərazisi olan bir yerdir, nəsə əkmişik orada, düzdür? Bu bağ o bağdır. Bağla. Bağ sözü burada nədir? Ayaqqabı bağıdır. Bu bağla nəsə əlaqəsi var? Yox. Bu yaşıllıq olan yerdir. Bu ipdir. Eyni köklü deyil. Bu bağçadakı da bağdan söhbət gedir. Yağ sözün kökü yağış, yağmur, yağmalamaq. Burada nəyisə soymaq, talamaq mənasındadır. Bunun göydən yağan yağışla heç bir əlaqəsi yoxdur. Görə deyə də getdi. Qırğın, qırçı, qırmaq. Qır sözün kökü qırğın, qırçı, qırmaq. Aha. Burada elə avtomatik nəyə görə atırıq? Maq şəkilçisinə görə. Biz axı dedik qrammatik şəkilçi olmamalıdır. Burada mütləq leksik şəkilçi olmalıydı. Qırğın bir də qırçı özü də leksik, yəni eyni köklü deyirlər. Çünki qırğında kimisə öldürmək mənasındadır qırmaqdır. Burada qırçıda isə o maddə var ya, qırlayırlar gəlib hər yeri. O qırdandır. Daşqın, daşlaşmaq, daşlı. Daş, daş, bu da daş. İndi baxaq görək nə daşıdır da bunlar. Daşqın nəyinsə daşıb tökülməsi. Daşlaşmaq bildiyimiz yerdəki daş bərkimək mənasındakı daş. Daşlı da yenə eyni daş mənasındadır. Ona görə bu ikisi eyni köklü ola bilər, amma bu daşqındakı nəyinsə daşıb tökülməsi yox. Gəldik bura. Sevdir, sevimli, sevgi. Sevmək sözün kökü sevdirmək. Buradakı dir qrammatik deyil. Maq əlavə eləyə bilirəm, mək əlavə eləyirəmsə leksikdir. Sevimli, sevmək. Sevimli necə? Sevmək, sevgi nə? Yeni söz yaratdım, leksik şəkilçim var. Sev sözü hər üçündə də eyni mənadadır. Cavabımız olur. Təşəkkür edirəm. İzlədiyiniz üçün, dinlədiyiniz üçün əlavə bir izah, mövzu izahı, test izahı və s. istəyirsinizsə, rəylərdə yazmağı unutmayın. Çox sağ olun, təşəkkür edirəm.